Hamını salamlayıram. Sizinlə analitik xidmət guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Korporasiyanın bütün parametrlərini daha diqqətlə nəzərdən keçirə bilərsiniz. İndi təşkilatın cari göstəricilərini təhlil edəcək. Stepstone Group Inc. Ticker STIP. İcmal 30 mart 2025-ci il tarixinə olan məlumatlar əsasında yaradılmışdır. Təsnifatına görə Guru Markets şirkət Stepstone Group Inc. alt kateqoriyaya aiddir. Investors təhlildə 76 şirkət iştirak edir və bu çox təmsil edicidir. Verilən qərarları bu videonun sonunda görəcəyik. Şirkət üçün nəticə 10 baldan -5. Alt kateqoriya üzrə orta nəticə 1,5 baldır. Geniş baxsanız, ümumilikdə bütün birjada. Bütövlükdə bazar üzrə orta nəticənin 1,9 bal olduğunu görəcəyik. Şirkətin -5 ballıq reytinginə qarşı Stepstone Group LP. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Stepstone Group LP və alt kateqoriyalı şirkətlər. 12 ay sonra hissələri görəcəyik. Stepstone Group LP %52,6 dəyişiklik göstərdi. Alt kateqoriya üzrə qiymət dinamikasına qarşı 11%. Bu qəti heç nə demir, lakin bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Stepstone Group LP 6,1 milyard dollar dəyərində qiymətləndirilib. 668 milyard dollarlıq alt kateqoriyanın bazar kapitallaşması ilə Stepstone Group LP 0,899% paya malikdir. O, alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,2 milyard dollardır. 201 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə Stepstone Group LP 0,102% paya sahibdir. Bazar və balans dəyərinin işğal edilmiş səhmlərini müqayisə etdikdən sonra aşağıdakıları görəcəyik. Paylaş Stepstone Group Inc. alt kateqoriyada bazar kapitallaşmasının qiymətləndirilməsi zamanı 0,899% təşkil edir. Balans dəyəri 0,102% təşkil edir. Bu da bazar dəyərinin payından 89% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Tədqiq olunan təşkilatın borcları 0,274 milyard dollar təşkil edir. Maliyyə öhdəliklərinin balans dəyəri şirkətin kapitalının 137%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri səviyyəsində nəticə pis, -1 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 0-dır. 32,6 alt kateqoriya üçün orta göstərici ilə bu alt kateqoriyadan daha pisdir. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə bazar dəyərinin mənfəət göstəricisinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -130 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət məlum deyil. Və bu, şirkətin perspektivləri üçün son dərəcə pisdir. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 5,2-dir. Alt kateqoriya üzrə orta göstərici 5,1-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 2% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar qiymətinin gəlir göstəricisine görə qiymətləndirilməsi dözümlü 0 bal. Son 12 ayda gəlir 1,160 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Və bu, şirkətin qiyməti üçün son dərəcə pisdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə təxmin edilən gələcək gəlirin qiymətləndirilməsi pis, -1 bal. Satış marjası -11,2% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici 15,7%-dir.
Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 26,9% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 1,324% təşkil edir. Bu, bazar kapitallaşma payının 47% artması deməkdir. Və bu, şirkətin cari bazar dəyərinin balanssızlığını göstərir. Stepstone Group LP, yəqin ki, qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən kapitalın məbləği $6,68,000 və alt kateqoriya üçün $8,938,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 32,1% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği -$131,500. Alt kateqoriyada orta göstərici ilə $273,800 və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 52% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkət işçisinə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Şirkətin hər bir işçisinə düşən satış payı $1,171,000. Alt kateqoriyada $1,747,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 49%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fərdi işçisinə düşən satışın qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Qısa müddətli səhmlər %3,6, alt kateqoriya üzrə ortalama %2,7 ilə müqayisədə. Bu, qısa bir sıxılma riskinin qiymətləndirilməsidir. Göstərici RSI 14 şirkət üçün %40 səviyyəsini göstərir. Stepstone Group Inc. Alt kateqoriya üçün isə RSI səviyyəsi 14-40% təşkil edir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə eyni qiymətləndirilir. Stepstone Group LP. Şirkətin cari səhm qiyməti təxminən $51,81. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $69,1. Faktiki qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 33%dir. Sifariş cədvəlinə baxaq, mövcuddur. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində məlumat və istinad qiymətləndirmə sistemi ilə bu mövsümdə qərarlar tamamilə hər şeyə ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və pulsuzdur. Link bağlanmış şərhdə. Şirkətin qiymətli kağızlarının təhlili nəticəsində Stepstone Group LP. Səhm qiymətləndirmə məlumat sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. $51,8 qiymətində satış əməliyyatı açın. Sifariş açıqdır, çünki şirkətin kifayət qədər aşağı reytinqi var. Şirkətin qiymətləndirməsi qiymətləndirmə modelinə, Akimin indeksinə əsaslanır. Mənfəət götürmək 45,73 səviyyəsində müəyyən edilmişdir. Stop loss 57,87 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 29 aprel 2025-ci il tarixli sessiyanın nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, CHK, əsas alış əməliyyatıdır. Əsas sövdələşmə ilə bağlı video artıq kanalda yayımlanıb. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. Əks sifariş avtomatik olaraq müəyyən edilir. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün ictimaiyyətə çox sağ olun. Guru Markets.